Bağırsaq xərçəngi hər zaman polipdənmi qaynaqlanır, yoxsa polip olmadan da bağırsaq xərçəngi riski varmı? Həftə ərzində 200 qramdan artıq qırmızı ətin yeyilməsi bağırsaq polipləri və xərçəng riski yaradır. Bu nə deməkdir? Bir ayda biz 1 kilodan artıq qırmızı ət yeməməliyik əslində. Məndə poliplər çıxarıldı və artıq hər şey bitdi. Sizcə bu yanaşma nə qədər doğrudur? 50 yaşından sonra insanların qalın bağırsaq xərçənginə yoluxma ehtimalı, riski artır. Belə bir inanc var ki, xərçəngə bıçaq dəyərsə, yəni xərçəng əməliyyat olarsa, həmin xərçəng yayılacaq. Bu həqiqətən də reallıqdır, yoxsa bir mifdir? Düz bağırsağın orta və aşağı hissəsində lokalizədirsə, yəni orada yerləşibdirsə, burada yəni xəstələri birbaşa əməliyyata cəlb etmək kesinliklə və kesinliklə yanlışdır. Yəni bu icra olunmamalıdır. Polip xoşxassəlidir, deməli təhlükəli deyil. Bəs xoşxassəli poliplərin gələcəkdə bədxassəliyə çevrilmə ehtimalı nə qədərdir və bunun qarşısını hansı metodlarla almaq olar? Xərçəng bərabərdir, ölüm deyil. Artıq bu xəstəliklərin müasir protokollarla müalicəsi ilə 90%-ə qədər yaxşılaşma əldə edə bilirik. Salam. Sağlıq saatına baxırsa saata baxmağa ehtiyac yoxdur. Çünki sağlam həyatın zamanla yarışı bitməz. Biz də bu zamana sizin sağlamlığınız fonunda dəyər qatırıq. Sağlıq saatının bugünkü qonağı ümumi cərrah Zümrüd Əliyevadır. Salam Zümrüd xanım. Salam. Xoş gəlmisiniz. Xoş gördük. Dəvətimi qəbul edərək gəldiyiniz üçün sizə təşəkkür etmək istəyirəm. Mən təşəkkür edirəm. Bugünkü mövzumuz qalın bağırsağın polipləri olacaq. İlk olaraq soruşmaq istədim ki, ümumiyyətlə bağırsaq polipləri nədir, necə əmələ gəlir və hansı alt səbəblərdən dolayı yaranır? Poliplər selikli qişada yaranan, demək ağız boşluğundan başlamış düz bağırsağa qədər həzm traktı dediyimiz hissədə selikli qişadan ibarətdir. Bu selikli qişanın üzərindəki hüceyrələrin anormal böyüməsi hesabına yaranan qatlantılardır, çıxıntılardır. Poliplərin yaranmasında bəzi risk faktorları var. Yəni hər kəsdə bu poliplər yaranmır, amma bəzi insanlarda əmələ gəlir. Yaranması üçün risk faktorları yaşdır birinci növbədə. 50 yaş üzərində insanların böyük əksəriyyətində polip aşkarlanır. Yəni statistiklər, literatur göstərir ki, 30%-ə qədər 50 yaş üzəri insanları biz kolonoskopik müayinədən keçirib baxsaq, onlarda polip olduğunu müşahidə edəcəyik. Bundan başqa siqaret içmək, genetik amillər, ailəsində, yaxınlarında, hər hansı birinci dərəcə yaxınında polip aşkarlanan insanlar risk altındadır. Onlarda da polip olma ehtimalı var. Bu da genetik bir faktordur. Siqareti qeyd etdim. Bundan başqa qidalanma. Biz lifdən fakir qidalanma, lifdən zəif qidalanmadan bəhs edirik. Yəni ki, meyvə, tərəvəz, hər şeyin qabığını soyaraq yersək, bu lifdən zəif qidalanma anlamına gəlir. Bunlar da bağırsaqda polip yaranması üçün bir səbəb ola bilərlər. Obezite, köklük, bütün zaten xəstəliklərin biz başında hər zaman köklükdən bəhs edirik. Köklük özü bunun üçün bir risk faktorudur. Digər faktorlar, müxtəlif faktorlar var. Çevrəsəl qidalanmamız, kanserogen qidalardan istifadə edirik məcbur. Qapalı, içərisində nitrit olan qapalı qidalardan istifadə etməmiz. Bunlar hamısı polip yaranması üçün bir risk faktorudur. Bəs poliplər daha çox kişi yoxsa qadın cinsi nümayəndələrində rast gəlinir? Ən çox. Cinsiyyət ayrımında bir fərq yoxdur. Yoxdur. Yəni qadınlarda da, kişilərdə də eyni səviyyədə yarana bilər. Bəs bildirdiniz ki, məsələn 50 yaşdan üzəri, onsuz da mən də araşdırma edərkən üzə çıxan ən önəmli səbəblərdən biri o idi ki, yaş artdıqca polipin ümumiyyətlə üzə çıxma ehtimalı çox-çoxdur. Bəli. Bəs hansı növ həyat tərzi dəyişikliklərinə və hansı yaşayış tərzi ilə, deyək ki, biz 50 yaşına çatdıq, amma yenə də bu poliplər bizdə üzə çıxmasın. Və buradakı əsas məsələlərdən biri odur ki, yəni bağırsaq polipi olduğuna görə yəqin qidalanma daha imperativdir bu məsələdə. Ümumiyyətlə, bu bağırsaq florasının sağlamlığını qorumaq gələcəkdə poliplərin üzə çıxmasının qarşısını alırmı? Qidalanmamızın birbaşa bağırsaqda polip və polipin də daha sonra xərçəng kimi xəstəliklərin yaranmasında birbaşa əlaqəsi var. Yəni yediyimiz qidaların bununla birbaşa əlaqəsi var. Biz burada bayaq qeyd etdiyim risk faktorları ki var, onlardan biz dəyişdirə biləcəyimiz risk faktorları var, dəyişdirə bilməyəcəyimiz risk faktorları var. Yəni genetika dəyişdirilə bilməz. Bəli, genetikanı dəyişdirə bilmirik, yaşı dəyişdirə bilmirik. Bu bizim əlimizdə olmayan durumlardır. Amma əlimizdə olan nədir? Məsələn, obezite qeyd etdim, köklük. Yəni arıqlayaraq və yaxud da kökəlməməyə diqqət edərək bu risk faktorunu aradan qaldırmış ola bilərik. Siqaret çəkməyərək. Qidalanmamızda ədəbiyyatda göstərilib ki, həftə ərzində 200 qramdan artıq qırmızı ətin yeyilməsi bağırsaq polipləri və xərçəng riski yaradır. Bu nə deməkdir? Bir ayda biz 1 kilodan artıq qırmızı ət yeməməliyik əslində. Yəni buna diqqət edərək məsələ bağırsaq polipdən və bağırsaq xərçəngindən qaçına bilərik. Bizdə gündə 200 qram rahat yeyilir. Yəni bizim mətbəximizdə bəli, qeyd etdiyimiz kimi biz daha ətli, yağlı yeməkdən
yağlı yeməklərə üstünlük veririk, amma bunlar birbaşa bağırsaq polipləri və xərçənglə əlaqəlidirlər. Lifdən zəngin qida nədir? Meyvə, tərəvəz, göy-göyərtinin, tərəvəz yeməklərinin çox tükətilməsi və biz bir də alışqınıq ki, hər şeyin qabığını soyaq, qabıq zərərlidir, içini yeyək. Amma əslində qabıq bizim bağırsağımızın hərəkəti, bağırsaqdakı lif nə üçün lazımdır? Qəbizlik olmasın deyə. Biz qəbiz olduğumuz zaman içəridəki qidaların durğunluğu, bağırsaq hərəkətlərinin zəifliyi, içəridəki atılması gərəkən qidaların bağırsaq divarı ilə daha çox təması və bundan dolayı yaranır. Polip olsun və ondan sonra da xərçəngə çevirmə durumları olsun. Ona görə də lifdən zəngin qida yediyimiz zaman ki, bağırsaq hərəkətləri normal olacaq. Bunlar bizi poliplərdən qoruyacaq. Bəs poliplər özünü hansı simptomlarla biruzə verir? Bildiyim qədərilə bəzən, məsələn, nəcisdə müəyyən bir dəyişiklik və yaxud da qanaxmalar, hətta ishal, qəbizlik kimi hallar da poliplərin ilk başlanğıcı kimi görünə bilər. Məsələn, sizin yanınıza gələn ümumiyyətlə pasiyentlərdən yola çıxaraq, öz təcrübəvizdən yola çıxaraq ən çox alt səbəb nəyə bağlı olur? Yəni burada əsas soruşmaq istədiyim məqam ondadır ki, əlamət nədir yəni? Belə deyim, bəli, həmin əlamətlərlə digər xəstəliklərdə olacaq ortaq əlamətlər necə ayırd eləməyi bacarırsınız? Öncəliklə qeyd edim ki, bağırsaq poliplərinin böyük əksəriyyəti hər hansı bir simptom vermir. Böyük əksəriyyəti. Yəni bu xəstə özündə polip olub-olmadığını, bizim videoyu izləyərək olub-olmadığını bilə bilməz. Böyük əksəriyyəti 90%-də hər hansı bir simptom olmur. Çünki poliplərin böyük əksəriyyəti kiçik ölçüdə olur. Bağırsağın lümen deyirik, çapı, içərisi, həcmi, yəni genişliyi, diametri təxminən 2 sm qədərdir. Bir polipin simptom verə bilməsi üçün onun böyüyüb ya bağırsağın içərisini tıxaması lazımdır ki, bu zaman bağırsaq alışqanlıqlarında dəyişmə deyirik. Bu nədir? Ya qəbizlik, ya da ishal. Çox zaman bağırsaq polipləri kiçik ölçüdə heç bir simptom vermir. Böyüdüyü zaman 2 sm və üzərinə çıxdığı zaman bağırsaq lümenini, içərisini tıxadığına görə bağırsaq alışqanlıqlarında dəyişiklik, qəbizliyə meyillik yaradır. Bəzi poliplər isə sekretuar poliplər deyirik buna. Xüsusi selik ifraz edir ki, bunlar xəstələrdə ya nəcisdə seliyin çox şəkildə görülməsi ilə müşahidə oluna bilər və yaxud da ishallar yarada bilər. Bir digər əlaməti polipin çox böyük ölçülərə çatdığı zaman bunlar ortaya çıxır əslində qanaxmadır. Üzərinin eroziyalaşması, divarın açılması və kapilyar və yaxud da daha böyük bir qan sızmalarla qanaxma. Xəstə nəcisdə qan, nəcis rənginin dəyişməsi, qırmızılaşması və s. nəcisdə qanla xəstə polip olub-olmadığından şübhələnə bilər. Dediyim kimi, böyük əksəriyyətində hər hansı bir simptom yoxdur, amma böyük ölçülərə çatdığı zaman xəstədə qəbizlik birinci növbədə yarana bilər. Ondan sonra ishallar ola bilər bəzi hallarda, qanaxmalar ola bilər. Bağırsağın içərisini tıxamağa bağlı olan qarın ağrıları, qaz ağrıları, köp, şişkinlik və s. bu kimi şikayətlər yaşaya bilər. Amma genəldə ağrısızdır poliplər. İstərdim ki, biraz da bu poliplərin növlərindən danışaq. Deməli, poliplərin növləri bəzən el arasında xoş xəstəli olaraq qəbul olunur bu poliplər. Düzdür, poliplər xoş xəstəlidir, amma bunların da bədxəstəliyə çevirmə təhlükəsi olan növləri var. Ki biz bunu ayırırıq. Neoplastik dediyimiz və non-neoplastik. Bunun anlamı nədir? Non-neoplastik, yəni xərçəngləşmə ehtimalı olmayan poliplər. Bir də var neoplastik, xərçəngləşmə ehtimalı olan poliplər. Digər ayrımları var. Saplı polip var, sapsız polip var. Diminutiv dediyimiz daha kiçik ölçülü poliplər var və ölçüsünə görə daha böyük ölçülü poliplər. Burada önəmli olan neoplastik dediyimiz poliplərdir, hansı ki xərçəngləşmə ehtimalı olan poliplər. Belə düşündüyümüz zaman polip dediyimiz zaman xoş xəstəli kimi bizə bir təəssürat bağışlayır, amma bilməliyik ki, bunların böyük əksəriyyəti 3də 2-si, yəni 75%-ə qədəri neoplastik, yəni ki, xərçəngləşmə potensialı olan poliplərdir. Ümumiyyətlə, məsələn, bizim cəmiyyətdə belə bir fikir var ki, polip xoş xəstəlidir, deməli təhlükəli deyil. Bəs xoş xəstəli poliplərin gələcəkdə bədxəstəliyə çevrilmə ehtimalı nə qədərdir və bunun qarşısını hansı metodlarla almaq olar? Dediyim kimi, böyük əksəriyyəti bədxəstəliyə çevirmə ehtimalı olan poliplərdir. Kolonoskopik müayinə ilə qalın bağırsaqda aşkarlanan poliplər mütləq bir şəkildə götürülməlidir. Biz gözlə gördüyümüz polipləri təbii ki, deyə bilirik ki, burada 90-99% bu xoş xəstəlidir, amma onları heç bir şəkildə orada buraxmamalıyıq. Kolonoskopik müayinə ilə onlar təmizlənməlidir. Biz əsas nəhayət histopatolojik müayinə, yəni ki, əkilmə deyil el arasında buna, polip götürülür, boyanır, mikroskop altında baxılır, incələnir və buradan bizə nəticə çıxarılır. Bu, bədxəstəli potensialı olan polipdir, yoxsa deyil. Bədxəstəli potensialı olmayan hiperplastik poliplər məsələ. Əgər bir hiperplastik polip gəlibsə, bəli, bunların təhlükəsi yoxdur. Bunlar normal digər insanlar kimi kolonoskopik müayinələrini 5 ildə bir keçə bilərlər. Amma
Neoplastik dediyimiz poliplər, bunlar təhlükəli poliplərdir. Hal-hazırda bədxəstəli hesab olunmurlar, bədxəstəli deyirlər. Amma müşahidə olunub ki, bu poliplər bağırsaq içərisində buraxıldığı zaman 10 il müddətində bunlar xərçəngləşmə ehtimalı var. Bir digər xüsus, hiperplastik poliplər belə içəridə buraxıldığı zaman onlar zamanla böyüyüb neoplastik, yəni ki, bədxəstəliyə çevrilmə ehtimalı olan poliplərə çevrilə bilərlər. Orada displaziyalar, hüceyrə dəyişmələri gedə bilər. Onların da xərçəngləşmə ehtimalı var. Yəni polip görüldüsə mütləq şəkildə çıxarılmalıdır. Bir insan deyirsə ki, kolonoskopiya olmuşdum, polipim var idi, polipim çıxarıldı. Bundan sonra mən heç nə etməyim. Xeyr, bu xəstələr mütləq təqib altına alınmalıdır. Təqibi hansı xəstədə neçə ayda bir eləyəcəyimiz məhz polipin növündən asılıdır. Non-neoplastik, yəni hiperplastik poliplər, xərçəngləşmə ehtimalı olmayan, histopatoloji müayinə ilə təsdiq etdiyimiz, əkilmə ilə təsdiq etdiyimiz xərçəngləşmə ehtimalı olmayan polipləri biz normal 5 ildə bir, yəni normal digər insanlar kimi 5 ildə bir kolonoskopik müayinədən keçirməsini məsləhət görəcəyik. Amma xəstə gəlsə ki, onda çıxsa, deyelim ki, adenoma, bu neoplastik bir polipdir. O zaman bu xəstələrin müşahidəsi daha qısa müddətli aralıqlarla olmalıdır. İlk 1 ildə 3 ayda bir kolonoskopik müayinədən keçməlidir. Sonraki 2-ci və 3-cü ildə 6 ayda bir kolonoskopik müayinədən keçməlidir. Sonraki illərdə isə ildə bir kolonoskopik müayinədən keçməlidir. Və ədəbiyyatda bir digər məqam da var. Göstərilir ki, bir insanda polip varsa, onda ikinci bağırsağın başqa bir hissəsində polip olma ehtimalı 30%-dir. Yəni bunlar belə deyim də, bir polip varsa bağırsağın bir hissəsində, başqa hissələrdə də yəni bağırsaq bunun üçün bir potensial təşkil edir. Yəni başqa hissələrdə də eyni şeylər yarana bilər. Yayılma ehtimalı var, yoxsa necə? Bu yayılmır. Sadəcə bağırsaq divarının hər hissəsində bu çıxıntılar yarana bilər. Bu yayılan bir şey deyil. Biz onu götürdük, eyni yerdə yaranmır. Biz zaten təkrar kolonoskopiyanı təkrar istəmə məqsədimiz bağırsağın başqa hissələrində də bənzər şeylər yaranırmı, yoxsa yox. Dediyim kimi, non-neoplastik, yəni xərçəngləşmə ehtimalı olmayan poliplərdə bu özəllik yoxdur. Amma xərçəngləşmə ehtimalı olan neoplastik poliplərin belə bir özəlliyi var. Başqa bir məqam. Bir xəstə deyilim ki, gəlir, onda çıxıb ki, 0,5 mm-lik, biz buna diminutiv poliplər deyirik, zərərsiz poliplər deyirik. 0,5 mm-lik, 0,5 cm-lik polip. Göstərilir ki, bu poliplər 2-3 il müddətində double timing, yəni 2 qatına çıxma ehtimalı 2-3 ildir. Yəni yarım santimetrlik bir polipin 1 santimetrə olması üçün 2-3 il müddət lazımdır. Amma 1 santimetrlik bir polipi olan xəstənin 2 santimetrə çıxması artıq burada double timing biraz da artır. 4-6 ay olur. Daha qısa bir müddət tələb olunur. Bu o deməkdir ki, poliplər ölçüsü böyüdükcə daha təhlükəlidir, daha sürətlə böyüyə bilir, daha tez xərçəngləşə bilir. Ona görə polip xırda olsun, böyük poliplərə daha diqqətlə yanaşırıq, daha sıx aralıqlarla kontrola çağırırıq, amma daha kiçik polipləri yenə də götürməliyik. Çünki dediyim kimi böyüyə bilir, xərçəngləşə bilir və təqib altında tutmalıyıq. Hər xəstənin təqibi də onun çıxan polipinin əkilmə nəticəsinə görə fərqlidir. Bəzi insanlar vurğulayır ki, məndə poliplər çıxarıldı və artıq hər şey bitdi. Sizcə bu yanaşma nə qədər doğrudur və həmçinin gələcəkdə yenidən bu poliplər yaranmasın deyə insanlar hansı həyat tərzini sürsələr bu da uyğundur? Bayaq qeyd etdiyim kimi növündən asılıdır poliplərin. Gözlə görərək təbii ki, bir fikir yürüdə bilirik, amma mütləq bir şəkildə polip götürülür. Polip götürdükdən sonra o insan təqibi buraxmamalıdır. Bir əkilmə nəticəsində nə olduğunu həkimi ilə danışmalıdır. Mütləq bir şəkildə ona izah olunmalıdır ki, bu xərçəngləşmə ehtimalı olan bir polip idi, yoxsa non-neoplastik ehtimal olmayan bir polip idi. Xərçəngləşmə ehtimalı olmayan bir polipdirsə, bunları normal digər insanlar kimi ya ildə bir, ya 5 ildə bir kolonoskopik müayinədən keçəcəklər. Amma xərçəngləşmə ehtimalı olan bir polip çıxarmışıqsa, hər hansı bir xərçəng hüceyrəsi içərisində rastlanmayıbsa, amma xərçəngləşmə potensialı olan bir polipdirsə, bunların təqibi, yenə də qeyd edirəm, 3 ayda bir olacaq. İlk 1-ci ildə olacaqdır, deməli 3 ayda bir kolonoskopik müayinə, sonraki 2-ci və 3-cü ildə olacaq 6 ayda bir kolonoskopik müayinələr. Təmiz çıxırsa, problem yoxdursa, 4-cü və 5-ci ildə olacaqdır ildə bir kolonoskopik müayinələrdə. 5 il müddətində hər hansı başqa bir polip aşkar edilməzsə bu insanlarda, o zaman normal digər insanlar kimi 5 ildə bir kolonoskopik müayinədən keçəcək. Bunu da qeyd edim ki, bayaqdan deyirəm normal insanlar kimi, bütün normal insanlar, yəni heç bir şikayəti olmayan, heç bir bağırsaq problemi olmayan, hər hansı bir qanaxma olsun, ağrı olsun, qəbizlik olsun, ishal olsun, şikayəti olmayan insanlar belə 45 yaşından sonra 5 ildə bir və yaxud da 10 ildə bir kolonoskopik müayinədən keçməlidirlər. Orada risk faktorlarına görə dəyişir. Bunu yaradan faktorları yenə deyirəm, siqareti həyatımızdan çıxartmalıyıq,
qidalanmamızı, deməli daha çox meyvə, tərəvəz qidaları, əti maksimum azaltmaq lazımdır. Yəni dediyim kimi həftədə 200 qramdan artıq qırmızı ət özəlliklə. Bu toyuq, balıq üçün keçərli deyil. Qırmızı ət 200 qramdan az olacaq şəkildə qidalanmalıyıq. Vitaminlər var ki, onların qəbulu bağırsaq polipləri və bağırsaq xərçəngi riskini azaltdığı sübuta yetirilib. Bu A, C, Y vitamini, folik asiddir, seleniumdur. Bunların takviyesi, bunların alınması bu riski azalda bilər. Ümumiyyətlə bağırsaq xərçəngi hər zaman polipdənmi qaynaqlanır, yoxsa polip olmadan da bağırsaq xərçəngi riski varmı? Yenə qeyd edəcəm, deməli poliplər böyük ölçülü olduqları zaman, biz onları çıxartmadığımız zaman sübuta yetirilib ki, onlarda müəyyən dəyişikliklər, hüceyrələrdə dəyişikliklər, displaziyalar, yəni hüceyrə dəyişmələri gedib xərçəngləşmə baş verir. Yəni poliplərin, qalın bağırsaq xərçənglərinin bir qismi bəli poliplərdən yaranır. Amma polip olmadan da qalın bağırsaq divarında yara əmələ gəlib, həmin yaradan da bir xərçəng ortaya çıxa bilər. Yəni xərçəng kütləsi yarana bilər. Bəs bağırsaq xərçənglərinin əsas simptomları hansılardır və ilkin əlamətlər hansılar hesab olunur? Bağırsaq xərçənglərinin əsas əlaməti bağırsaq alışqanlıqlarında dəyişmə. Bu nədir? Qəbizliyə meyillik və yaxud da tam tərsi ishallar. Ən çox, yəni böyük əksəriyyətində qəbizliyə meyilliklə başlayır. Yəni bir insan bütün həyatı boyu bağırsağı normal işləyərkən, deyəlim ki, 1 aydır, 2 aydır və yaxud da 1 ildir, yaxın zaman dediyimiz son 1 il ərzində bağırsaq hərəkətlərinin dəyişməsi, ya ishala meyilliyin yaranması və yaxud da böyük əksəriyyətində qəbizliyə meyilliyin yaranması. Bunlar bizim üçün birinci önəmli simptomlardan biridir. İkincisi yaş, 50 yaşından sonra insanların qalın bağırsaq xərçənginə yoluxma ehtimalı, riski artır. Bütün dünya statistikasına baxanda qadınlarda və kişilərdə qalın bağırsaq xərçəngi 3-cü sırada durur. 10%. Bütün xərçənglərin 10%-ni təşkil edir. Qadınlarda birinci məmə xərçəngi gəlir, kişilərdə birinci prostat xərçəngi, sonra ağciyər və 3-cü sırada 10% diaqnoz qoyulur xəstələrə qalın bağırsaq xərçəngi. Bu nə deməkdir? 50 yaş üzəri xəstələrin hər 10 nəfərdən biri bu risk altındadır deyə bilərik. Yəni bir insan özündə bir bağırsaq hərəkətlərində dəyişmə müşahidə edirsə, həkimə müraciət etməlidir. İkinci, səbəbi bəlli olmayan anemiyalar, yəni qan azlıqları. Bu nə səbəblə yaranır? Bağırsaq içərisindəki o törəmədən və yaxud da o kitlədən kiçik qan sızmaları olur. Xəstə bunu böyük miqdarda olmadığına görə nəcisində hiss etmir, böyük bir qanama şəklində görmür. Amma qan analizlərinə baxdığımız zaman xəstədə bir anemiya aşkarlayırıq. Anemiya, yəni qan azlığı gördüyümüz zaman yenə xəstələr gərək mədə, gərək qalın bağırsaq olsun, xərçəng yönündən bir araşdırmaya tabe tutulur. Üçüncüsü risk faktorları obezitedir, kilolu olması xəstələrin, siqaret çəkməkdir, alkoqol qəbulu. Bunlar da qalın bağırsaq xərçəngi, qəbizliyin olması, uzun müddətli qəbizliyin olunması, bayaq qeyd etdiyim 200 qramdan artıq, yəni qidalanma, lifdən zəif qida ilə qidalanmamız, bunlar qalın bağırsaq xərçəngi üçün bir risk faktorudur. Digər simptomu qanaxmadır. Bu da yerləşməsinə görə dəyişir. Yəni qalın bağırsağın daha yuxarı hissələrində bir törəmə varsa, ondan bir qanaxma olursa, bu daha çox nəcislə qarışır. Nəcis ya narıncı ya da tünd qırmızı, belə deyim də, daha belə vişnə rəngində bir nəcis ortaya çıxır və yaxud da ümumiyyətcə nəcisdə hiss olunmur. Daha qara, daha tünd bir nəcis görülməsi, daha öncə olmayan, bu da bizə bir bağırsaqda bir problemin olduğunu göstərə bilər. Daha aşağı nahiyələrdə olan, yəni düz bağırsağa yaxın, esvari bağırsaq, enən-çəmbər bağırsaq, bu hissələrdə olan törəmələrin verdiyi qanaxmalar isə daha al-qırmızı rəngdə bir qanaxma olur. Yəni simptomlarımız nələr idi? Başdan yenə bir daha sırayla saysaq, birinci bağırsaq alışqanlıqlarının dəyişməsi, qəbizlik, anemiyanın olması, istəmsiz kilo itirmə. Yəni xəstə hər hansı bir diyeta eləmir, amma ki son 2 ayda 20%-dən 10%, 20%-dən artıq kilo itkisi xəstədə müşahidə olunur və qanaxmaların olması, qarında ağrıların olması, bunlar bağırsaq xərçəngi üçün bizi alarmə edən, bizi hərəkətə keçirən simptomlar ola bilər. Bəs diaqnozdan sonra bu insanların həyatı necə dəyişir? Diaqnoz qoyduğumuz zaman xəstələrlə təbii ki çox ehtiyatla danışırıq. Yəni bu çünki önəmli bir xəstəlikdir. Maalesef ki Azərbaycanda bunu, məncə bütün dünyada bəlkə də belədir ki, biz xərçəng dediyimiz zaman xəstələr xərçəng bərabərdir ölüm olaraq qəbul edirlər. Amma əslində və əsla belə deyil. Özəlliklə də qalın bağırsaq xərçənglərində son illərdə aparılan çalışmalarla ortaya çıxan protokollar və o protokolları təqib edərək xəstələrimizi müalicə etdiyimiz zaman böyük əksəriyyətində yaxşılaşma əldə edirik. Xəstələrin təbii ki diaqnoz qoyulduğu mərhələ önəmlidir ki, bu xəstə birinci mərhələdədir, ikinci, üçüncü
üçüncü yoxsa dördüncü mərhələdədir? Uzaq orqanlara bir yayılma varmı, yoxdurmu? Uzaq orqanlara bir yayılma yoxdursa, bu xəstələri biz daha rahat şəkildə ələ ala bilirik. Birinci növbədə demək ki, xəstənin düzgün bir şəkildə əməliyyat olunması, xərçəng əməliyyatları digər əməliyyatlardan adi digər bağırsağın deyəlim ki, xoşxassəli bir divertikul olsun, daralma olsun və yaxud da adi bir deşilmə olsun, o səbəblə olan əməliyyatlarından çox fərqlənir. Biz burada onkoloji prinsip dediyimiz bir əməliyyat növü var ki, xərçəng xəstələrinə icra edirik. Burada bir tək bağırsağın lokal olaraq çıxarılması deyil, bağırsağı qanlandıran damarların yağ toxumasının bütöv bir şəkildə dağıdılmadan, zədələnmədən çıxarılması, limfa düyünlərinin təmizlənməsi, bu onkoloji prinsiplərə riayət olunaraq bu əməliyyatlar icra olunmalıdır. Dedim ki, bunların hamısını xəstə ilə ehtiyatla danışırıq, xəstəyə mərhələ-mərhələ izah edirik. Xərçəng bərabərdir ölüm demək deyil. Son dönəmlərdə dediyim kimi əsla bu deyil. Digər xüsuslar da vardır ki, xəstələr düşünür ki, birinci əməliyyat olacaq, sonra müalicə alacaq, ximioterapiya dediyimiz kimyəvi terapiya alacaqlar. Bu əsla belə deyil. Protokollar, son protokollar fərqlidir. Hər bağırsağın hansı hissəsində yerləşməsindən asılı olaraq müalicə taktikamız dəyişir. Ümumiyyətlə, bu bağırsaq xərçənginin ən effektiv müalicə metodları müasir tipdə hansılardır və belə bir inanc var ki, xərçəngə bıçaq dəyərsə, yəni xərçəng əməliyyat olarsa, həmin xərçəng yayılacaq. Bu həqiqətən də reallıqdır, yoxsa bir mifdir? Bu mifdir. Öncəliklə deyim, sonra açıqlamasını verəcəm. Deməli, bağırsaq xərçənginin müalicə metodikası xərçəngin bağırsağın hansı hissəsində yerləşməsindən asılı olaraq dəyişir. Biz bunu bölürük. Deməli, sağ kolon kanserləri var, transvers dediyimiz köndələn çəmbər bağırsaq kanseri, sol kolon kanseri və rektum, düz bağırsaq xərçəngi. Biz düz bağırsaq xərçəngləri ayrı bir bölüm olaraq buna baxırıq, amma ümumi qalın bağırsağın digər hissələri, esvari bağırsaq olsun, enən qalxan çəmbər bağırsaq, kör bağırsağın özünün, qalın bağırsağın digər hissələrində olan xərçənglər sağda və solda yerləşməsinə görə, dediyim kimi onkoloji prinsiplərə görə əməliyyat taktikası dəyişir və dərəcəsinə görə, xəstənin hansı mərhələdə olmasına görə ya birinci əməliyyat edirik və yaxud da öncəliklə ximioterapiya veririk. Qalın bağırsaq xərçənglər, düz bağırsaq xaric, şua terapiyaya tabe tutulmur. Bunlar da əməliyyat və ximioterapiya. O da xəstəliyin mərhələsindən asılı olaraq. Elə xəstə var ki, öncəliklə ximioterapiya veririk, sonra əməliyyat edirik. Xəstələrin böyük əksəriyyətini əməliyyat edib sonra ximioterapiya veririk. Deməli, qalın bağırsaq xərçəngdə biz hansı xəstələri kimyəvi terapiyaya veririk? Əgər uzaq orqanlara bir yayılma yoxdursa, uzaq orqan nədir? Qalın bağırsaq xərçəngləri qanlanmasına bağlı olaraq birinci növbədə qaraciyərə metastaz verir. Əgər qaraciyərdə hər hansı bir metastatik düyün aşkar etmiriksə, ondan sonra da gəlir ağciyər, sümüklər və s. Zaten xəstəyə biz diaqnoz qoyduğumuz zaman demişdim, bir ehtiyatla xəstələrə öncə xəstəliyini anlatırıq. Sonra keçməsi gerəkən müayinələr var. Döş qəfəsi kontrastlı tomoqrafiya, qarın boşluğu kontrastlı tomoqrafiya və yaxud da xəstənin maddi olaraq imkanı varsa PET müayinəsindən keçirib ümumi bütün orqanlara baxa bilirik. Bunlarla xəstəliyin mərhələsini aşkar edirik. Əgər uzaq orqan bir metastazı yoxdursa, ətrafında limfa düyünləri böyümüş olsa belə, bunları birinci növbədə əməliyyata tabe tuturuq. Sağ və yaxud da sol qalın bağırsaq xərçənglərini. Əgər bizə xəstə təcili bir şəkildə müraciət etməyibsə, yəni bağırsaq keçməməzliyi əlamətləri yaranmayıbsa, bağırsaq keçməməzliyi əlaməti nədir? Qarında şişliyin olması, xəstənin tualetə çıxmaması, qusmaların meydana gəlməsi, bunda artıq deyirik ki, obstruksiya, yəni qalın bağırsaq tümörünə bağlı bağırsaq tıxanıbdır. Xəstə bu şəkildə bizə müraciət etməyibsə, normal hər hansı bir belə deyim də bağırsaq keçiriciliyinin hələ də davam etdiyi bir mərhələdədirsə, uzaq orqan metastazı yoxdursa, xəstəni əməliyyat edirik, bağırsağın o hissəsini kəsirik, onkoloji prinsiplərə uyğun olaraq qalan bağırsaq uclarını da birləşdiririk, anastomoz deyirik, qarın içərisində anastomoz qoyuruq. Yəni, bağırsağın qarın xaricinə alınması, torba qoyulması, kolostoma və yaxud da ileostoma, torba qoyulması əməliyyatını icra etmirik. Bu, həmin bu kolostoma torbası haqqında ümumiyyətlə yerli cəmiyyətdə də biraz konservativ düşüncə tərzi olaraq bildirirlər ki, yəni bu bir utanc mənbəyidir, utanc səbəbidir və buna bir hələ də tabu kimi baxılır. Siz bu məsələlərlə nə qədər, nə sıxlıqda rastlaşırsınız? Xəstələrin böyük əksəriyyəti bəli buna etirazla yanaşırlar. Amma dedim ki, biz bu torbanı hansı zamanlarda qoyuruq xəstəyə? Xəstə təcili bir vəziyyətdə müraciət edibsə, qarın artıq şişib. Bu qarın şişməsi nə deməkdir? Lümen tıxanır, bağırsağın içərisi tıxanır, üst tərəfin ölçüsü genişlənir, keçə bilmir çünki oradan nəcis, bağırsaq möhtəviyyatı, alt tərəf isə dar qalır. Biz bunu kəsdiyimiz zaman zaten bağırsağın çapı, bağırsağın ölçüsü bir-birinə uyğun deyil ki, onları tikək. Bir şəkildə tiksək belə genişlənmiş bağırsağın qanlanması pozulduğuna görə
bağırsaq divarında bakteriyaların translokasiyası olur, yəni infeksiyaya meyil olur. O anastomozun tutma ehtimalı zəif olur. Ona görə biz təcili olaraq əməliyyat etdiyimiz xəstələrin böyük əksəriyyətini torba açmaq məcburiyyətində qalırıq. Və bu torbalar böyük əksəriyyəti də müvəqqəti torba olur. Bunu xəstəyə izah edirik, danışırıq. Yəni bu səndə ömür boyu qalmayacaq. Biz bunu 4-6 həftə sonra təkrardan içəriyə bağlaya bilərik. Bunu bu şəkildə xəstəyə izah etdiyimiz zaman böyük əksəriyyəti bunu olumlu, yəni ki, müsbət qarşılayır. Bəs düz bağırsaq xərçəngi ilə qalın bağırsaq xərçəngi arasında, müalicə metodları arasında hansı fərqlər mövcuddur və bağırsaq xərçəngi neçə müddətə sağalır? Düz bağırsaq xərçəngləri uzaq orqana metastaz verməsələr belə, olduğu nahiyədə onun mərhələsi var da, bağırsağın divarının neçə qatını əhatə edib, ətraf limfa düyünlərində bir dənəsində belə olsa pozitivlik müşahidə ediriksə və düz bağırsağın orta və aşağı hissəsində lokalizədirsə, yəni orada yerləşibdirsə, bu xəstələrə biz öncəliklə neoadjuvan kimyəvi terapiya və şüa terapiyası verməliyik. Burada fərqlilik var. Burada yəni xəstələri birbaşa əməliyyata cəlb etmək kesinliklə və kesinliklə yanlışdır. Yəni bu icra olunmamalıdır. Buradan da yəni xəstələr özlərində də bunu belə deyim də, əgər düz bağırsaq xərçəngi onlarda diaqnoz qoyulursa, düşünməlidirlər ki, məsəl üçün bizim videomuzu izləyiblərsə, buradan ağıllardan gələ bilər ki, bu xəstələr birbaşa əməliyyat olunmamalıdır. Bunlara öncə kimyəvi müalicə, öncə şüa terapiya, onların da protokolları var. 12 kür kimyəvi terapiya və şüa terapiya verilib əməliyyata, yəni total dediyimiz hamısını, bütün planladığımız bütün kimyəvi terapiyanın əməliyyat öncəsində hamısını verə bilərik və yaxud da bir qismini verib əməliyyat edib sonra geri qalan qismini verə bilərik. Yəni burada protokollarda dəyişmə var. Amma qeyd etmək istədiyim qalın bağırsaq xərçənglərindən fərqli olaraq düz bağırsaq xərçənglərində hər zaman birbaşa əməliyyat etmirik. Hətta böyük əksəriyyətində öncə qoruyucu müalicə, kimyəvi terapiya, şüa terapiya, daha sonra əməliyyat edirik. Əks halda yanlışlar olacaqdır. Yəni xəstənin müalicəsi düzgün getməyəcəkdir. Sağalma əldə edə bilməyəcəyik. Bəs müddət olaraq ümumiyyətlə neçə müddət davam edir? Çünki bəzi xəstələr var ki, ümumiyyətlə xərçəngin hər hansı bir növü olursa olsun, ümumiyyətlə xərçəng adı eşidən kimi, bayaq sizin də vurğuladığınız kimi ölümə bunu bərabər görürlər və bəziləri müalicədən artıq boyun qaçırırlar, deyirlər istəmirəm müalicə. Digər xərçənglərlə müqayisədə, xərçəngin digər növləri ilə müqayisədə bu xərçəngin sağalma müddəti daha qısadırmı, yoxsa ümumiyyətlə, çünki vurğuladınız ki, öncədən müəyyən qədər kimyoterapiya, sonradan yenidən əməliyyat, ardınca yenidən kimyoterapiya. Bu ümumi serüven nə qədər müddət davam edir? Düz bağırsaq xərçənglərində bu dediyim kimi 12 kür kimyəvi terapiya alır, şüa terapiya alır. Kimyəvi terapiyanı da xəstənin yaşına, vəziyyətinə görə medikal onkoloqlar təyin edir. Ya 2 həftədə bir, ya 3 həftədə bir bunu verirlər. Yəni təxmini müddəti 6 aylıq bir kimyəvi terapiyası var, 2 aylıq bir şüa terapiya və ondan sonraki gözləmə periodumuz təxminən 8 aylıq bir əməliyyatdan xaric müalicə dövrü var. Əməliyyatımız var. Yəni toplamda xəstə belə deyim də 10 aylıq bir sürəci var. Hər şey yolunda gedərsə. Ondan sonraki dövrlərdə isə təqib başlayır. Yəni xəstə artıq hər hansı bir kimyəvi müalicə və s. almır, təqib başlayır. Bu xəstəliyin mərhələsinə bağlıdır. Xəstə 4-cü mərhələdə deyilsə, uzaq orqanda bir yayılma yoxdursa, bilməlidir ki, onun müalicə müddəti təxminən 6-8 ay, bəzən 10 aya qədər uzayacaqdır. Qalın bağırsaq xərçənglərində bir çox xəstələr biz sadəcə 6 kür kimyəvi terapiya veririk. 6 kür nə deməkdir? Xəstə 2 ayda bir aldığı zaman 3 ay müalicə almış olur. Müddət dəyişir. Bu xəstəliyin həm növünə, həm dərəcəsinə, həm yerləşməsinə görə fərqlilik göstərir. Zümrüd xanım, son olaraq buradan izləyicilərimizə ümumiyyətlə bağırsaq xərçəngi ilə bağlı hansı tövsiyələr vermək istərdiniz? Bağırsaq xərçəngi ilə bağlı vermək istədiyim tövsiyələr, insanlarımız bu barədə məlumatlı olmalıdırlar və bilməlidirlər ki, 45 yaşından sonra hər kəs 5 ildə bir və yaxud da 10 ildə bir kolonoskopik müayinələrdən keçməlidirlər. Çünki bayaq qeyd etdiyim kimi, əgər bir polip varsa və yaxud da predispozan, xərçəng önü bir proses varsa, bunu vaxtında aşkar etdiyimiz zaman böyük bir əməliyyata, böyük bir müalicəyə ehtiyac qalmadan bunları kolonoskopik elə zond müayinəsi ilə həll etmək mümkün olur. Digər qeyd etmək istədiyim, dəyişdirə biləcəyimiz risk faktorları varsa, onları həyatımızdan çıxararsaq, bu bağırsaq xərçəngindən qoruna bilərik. Köklükdür, siqaretdir, qida alışqanlıqlarımızı dəyişmək, bunlara riayət edərsək, bağırsaq xərçəngindən qoruna bilərik. Bir digər faktor isə əgər siz özünüzdə daha öncə müşahidə etmədiyiniz fərqli bir simptom, fərqli bir belirti, fərqli bir əlamət aşkar edirsinizsə, bu nədir? Arıqlamadır, kilonu itirməkdir, anemiyadır, qan azlığının olması, halsızlıqdır, düz bağırsaqdan bir qanaxma müşahidə edirsinizsə və yaxud da qəbizlik, ishal kimi problemlərlə üzləşirsinizsə, bunlar üçün qorxmadan həkimə müraciət edin. Bunlar hər zaman bədxassəli bir xəstəlik olacağı anlamına gəlmir, amma hər hansı bir faktor varsa bunlar
araşdırmaya tabe tutulsun. Son olaraq demək istəyirəm ki, xərçəng bərabərdir ölüm deyil. Artıq bu xəstəliklərin müasir protokollarla müalicəsi ilə 90%-ə qədər yaxşılaşma əldə edə bilirik. Çox sağ olun Zümrüd xanım, dəvətimi qəbul edərək gəldiniz Təşəkkür və edirəm. həmçinin öz sahənizin peşəkar olduğunuz ümumi cərrahiyyə sahəsi haqqında izləyicilərimizlə də bu önəmli məlumatları paylaşdınız. Bir daha təşəkkürümü bildirmək istəyirəm sizə. Çox sağ olun, minnətdaram. Xoş idi sizinlə söhbət. Sağ olun. Sağlıq Saatın bugünkü qonağı uzman doktor ümumi cərrah Zümrüd Əliyeva oldu. Videonu bəyənməyi, fikirlərinizi şərh bölməsində bölüşməyi və kanala abunə olmağı unutmayın. Sağlıq Saatına baxırdınız. Burada hər saniyə sizin sağlamlığınız üçün işləyir.